Salam, hər vaxtınız xeyir. Bu MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlar üçün topladığım bu testlər içərisində 20 ədəd tarazlıq sabiti ilə bağlı məsələlərin izahına baxmışdıq. Növbəti 10 sualın izahına baxaq. İzahlara keçməmişdən qabaq kitabçada yer alan bütün testlərin müəlliflərinə öz təşəkkürümü bildirirəm. Həm öz adımdan, həm də sizlərin adından. Ümid edirəm ki, bu kitabda toplanan testlər MİQ və sertifikasiya imtahanına hazırlaşanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Bu kitabla maraqlananların sayından da hiss olunur bunlar. İmtahanlar da az qalıb, hər birinizə uğurlar arzu edirəm. Demək, ilk sualımız səhifə 27-də, bağışlayın, səhifə 87-də 22-ci sualdır. Səhifə 87-də 22. Deməli, 87-də 22 yazdıq. Reaksiya verilib, hidrogenlə yodun qarşılığı təsirindən H2 üstə gəlinsin yod 2 əmələ gəlib, hidrogen yod idi. Tarazlıqdadır reaksiya 2 mol. Və maddələrin hamısı qaz halındadır. Yaxşı. Tarazlıq qatılıqları, maddələrin tarazlı qatılıqları aşağıdakı kimidir. Hidrogen 0,1 verilib, yod 0,1 verilib, H-yod da verilib 0,5. Bu qiymətlər maddələrin tarazlı qatılıqları olduqlarına görə K-nı tapaq görə tarazlıq sabiti nəyə bərabərdir reaksiya üçün? Sağda olacaq 0,5-in kvadratı, yəni 0,5 vurulsun 0,5. Solda olacaq, yəni məxrəcdə olacaq 0,1 vurulsun 0,1. Əmsallar da yoxdur. Vergülləri hamısından atsaq, olacaq cavab 25. Demək, reaksiyanın tarazlıq sabiti 25-dir. Bunu tapdıq. Yuxarıda yazıram, K bərabərdir 25. Yadımızda qalsın. Aşağıdakı hissəni buradan sildim. Deyir ki, sistemə 3,5 mol H-yod əlavə etdikdə. Deməli, 0,5 var idi. 3,5 də əlavə edəndə H-yod olacaq 4 mol. Bölünsün litr qatılığı. İkinci reaksiya yazıram. H2 üstə gəlinsin xlor deyil, bağışlayın, yod. Yod 2, əmələ gəldi 2H yod. Demək, 0,5 var idi. 3,5 də əlavə edəndə H-yod oldu 4. Əgər biz sağ tərəfdəki maddələrin qatılığını artırmışıq, onda reaksiya hansı tərəfə getməlidir? Tarazlıq yönəlməlidir sol tərəfə. Bura bir sola işarə qoyduq. Demək, tarazlıq sol tərəfə yönəldiyinə görə H-yod sərf olacaq əmsalı qədər, yod isə əmsalı qədər, hidrogen də əmsalı qədər əmələ gələcək. Və biz bunları həmişə x-dən ifadə edirdik. Çünki bu 2, 1, 1 əmsalların nisbətidir. Bu ola bilsin 4, 2, 2 də ola bilər. Məsələn, 3, 1,5, 1,5 ola bilər və s. İndi biz hidrogen yodidin qatılığını artıranda tarazlıq sola yönələcək deyə hidrogen yodid sərf olacaq. Nə qədər? 2x qədər. Bəs yod nə edəcək? X qədər, bu əmsalı qədər yaranacaq, əmsalı nisbəti qədər. 0,1 var idisə, x da buradan artacaq, əmsalı qədər yazdıq. Hidrogen də 0,1 var idisə, bu da x qədər artacaq. Və növbəti tarazlıqda bu maddələrin tarazlı qatılıqları belə olacaq. 0,1 plus x hidrogen, 0,1 plus x yod və H-yoddakı 4 minus 2x. Bizə deyir ki, növbəti tarazlıqda H-yodun qatılığını tapın. Növbəti tarazlıqda H-yodun qatılığını tapmaq üçün x-i tapmaq lazımdır. X-i tapmaq üçün KT-dən istifadə edirik, yəni 25-dən. Yazırıq 25 bərabərdir. Tarazı sabiti hər reaksiya üçün qatılıqdan asılı deyil, sabit kəmiyyət olduğuna görə 25-dən istifadə edirik. Demək, yuxarıda olacaq 4 minus 2x-in kvadratı. Aşağıda olacaq 0,1 plus x vurulsun 0,1 plus x, yəni 0,1 plus x-in kvadratı. Buradan nə edirik? 25-i də yazırıq, 25-i də yazırıq 5-in kvadratı kimi.
və kvadratların hamısını atırıq. Nə qalır yerdə? 4 çıx 2x bərabərdir. 5-i vururam 0,1-ə, yəni olur 0,5. Üstə gəlinsin 5x. 2x-dən 5x toplamda oldu 7x. 0,5-də 4-dən yanında mənfi olacaqsa, 4-dən çıxacaq 0,5 olacaq 3,5. Onda x bərabər olacaq 0,5-ə. X-in tapdığımız 0,5 qiymətini gətirib, bax, burada nəzərə alsaq, yəni yazacaq onda buradan 4 çıxılsın 2x. X-i də 0,5 tapmışam. İçini vuranda 0,5-ə 1 eləyəcək. Yerdə qalacaq onda 3. Deməli, növbəti tarazlıqda H-yodun qatılığı 3-ə bərabər olacaq. Yəni, C variantı olacaq cavab. Növbəti misal səhifə 88-də 32. Deməli, 88-də 32-ci misal. Ozonator cihazından 10 mol oksigen qazı keçirilir. Deməli, oksigen qazı ozonatordan keçiriləndə olur ozon. 3 mol oksigendən 2 mol ozon əmələ gəlir. Deməli, oksigen də başlanğıc miqdarı deyə, qatılığı deyə nəyə bərabərdir? Qabın həcmi 2-dir. Onda başlanğıc mol deyə hələliyik bura. Başlanğıc molu nə qədər imiş? 10 mol imiş. Yazın bura, bax, 10 mol başlanğıcı. Demək, əmələ gələn qarışıqda. Əmələ gələn qarışıq o deməkdir ki, oksigen 3 mol reaksiya gələcək, ozon 2 mol əmələ gələcək. Biz də bunu göstərməli nisbətlə 3x oksigenden gedəcək, 2x ozondan əmələ gələcək. Əmələ gələn qarışıq bu deməkdir. Deməli, 10 çıxıram 3x-i. Üstə gəlinsin, əmələ gələn ozon 2x. Bu əmələ gələn qarışıq. Bu da nəyə bərabər olur? 10 çıxılsın x-a. Əmələ gələn deyir, qaz qarışığının ümumi mol sayı oksigenin mol sayından 20% az olur. Oksigen 10 idi. Ondan 20% az. Tapıram onun 20%-ni. Onun 20% eləyir 2. Yəni 10 moldan 2 mol az. Ondan çıxıram, içinə qalır 8. Bərabərləşdirdim, bax, buna 8-ə. X-i tapıram buradan 2. Deməli, 10 çıx 3x oksigenin tarazlı qatılığı idi. 2x də ozonun tarazlı qatılığı idi. X-də 2 tapmışamsa, gətirib bir-bir yerinə yazıram onları. Demək, 2-ni gətirib burada nəzərə alsam, onda belə çıxır ki, ozon eləyəcək 2-2-nin 4 mol. Tarazlıq qatılığı yəni. Oksigen 10 çıxılsın 3x-dir. X-in qiymətini 2 yazsam yerinə 3-2-nin 6, ondan da 6 çıxanda qalacaq oksigenden 4 mol. Demək, tarazlıq yarananda oksigen də ozon da 4 mola bərabər olur. Və deyir ki, tarazlıq sabitini tapın, amma qabın həcmi 2-dir. Qabın həcmi 2 olduğuna görə bu 4 mol o ozon neçə eləyəcək onda qatılıqla çevirsək? 2 eləyəcək. Çünki qabın həcmi 2 olanda C bərabər nö bölünsün V düsturunda V-lərə böldük. Oksigen də 4 mol olduğuna görə onu da 2-yə böləndə qalacaq onda 2 mol. Deməli, 2 mol bölünsün litr artıq. Tarazlıq halında oksigen də 2 mol bölünsün litr oldu. Ozon da 2 mol bölünsün litr oldu. Tarazlıq sabitinin qiymətini tapırıqsa, K bərabərdir. Sağdakı ozonun 2-nin kvadratı bölünsün oksigen isə 2-nin kubu. Çünki əmsalında 3 var idi. Bax, 3 oksigen əmsalı 3-dür burada. 2-nin kvadratı 4, 2-nin kubu 8. 4-ü 8-ə böləndə olacaq 0,5. Yəni B variantı. Növbəti misalımız səhifə 101-də 10-cu sualdır. Deməli, 101-də 10-cu sual. Qapalı qabda 3 mol NO və 2 mol oksigen tarazlıq sabiti 1,6-ya bərabər olan reaksiyaya daxil olub. Reaksiyamızda belə verilib. 2 NO üstə gəlinsin O2 əmələ gəlib tarazlıqda
2 NO2. Deməli 3 mol NO var imiş başlanğıcda. 3 mol, 2 mol da oksigen var imiş. Və reaksiyanda tarazlıq sabiti 1,6 imiş. Tarazlıq anında, yenə tarazlıq anına qədər nə baş verir? NO 2 mol reaksiya daxil olur, oksigen 1 mol reaksiya daxil olur, NO2 də 2 mol əmələ gəlir. Yəni nisbətləri 2x, 1x, 2x kimi. Tarazlıq qatılıqları nə olacaq onda? Tarazlıq anında. NO olacaq, başlanğıcı 3 idi. Yerdə qalacaq 3 minus 2x. Çünki 2x son reaksiya gedənidir. Yəni, bunu başqa rəngdə yazım, daha yaxşı görsənsin. Bunu da buradan sildim. Deməli, tarazlıq qatılığı necə olacaq NO üçün? NO olacaq 3 başlanğıcı idi, reaksiya girəndə 2x-dir. 3 çıx 2x NO-nun tarazlıq qatılığı. Oksigenin başlanğıcı 2 idi, x-i reaksiya getdi, qaldı 2x. 2 çıxsın x-i. NO2 də nə qədər əmələ gəlibsə, onun tarazlıq qatılığı olacaq. Demək, tarazlıq halındakı qatılıqları yazdıq. Tarazlıq anında qabda olan qaz qarışığının, tarazlıq anında qabda olan qaz qarışığı 3 minus 2x NO-dur, 2 çıx x oksigendir, 2x də NO2-dir. Qarışığının hidrogenə görə nisbi sıxlığı 19,25-dir. Hidrogenə görə nisbi sıxlıq DH2 bərabərdir. M qazı 2-yə bölürdüksə, bunu bölüb 19,25 veriblər. Sonda belə çıxır ki, M qaz nəyə bərabərdir? 19,25 2-yə vuranda 38,5-ə. Bu M qaz, daha doğrusu qaz qarışığının orta kütlə. Çünki bizdə 3 dənə qaz var qarışıqda. Deməli, bu qaz qarışığının M ortası, yazıram buradan M orta bərabər oldu 38,5-ə. Biz həmin 38,5-dən istifadə edib x-in neçə olduğunu tapmalıyıq. M ortanın düsturunu bilirdik. Deməli, yazaq onda buradan 38,5 bərabərdir. Kəsir xətti çəkdik. Nü1, M1 üstəgəl nü2, M2 üstəgəl nü3, M3 bölürdür nülərin cəminə. NO-nun molu bizdə nə qədərdir? 3 minus 2x. Vırırıq NO-nun emiri 30-a plus. 2 minus x oksigendir. Vururuz onu da 32-yə plus 2x-də NO2 varsa 2x vururuq NO2-nin demiri 46-dır. Bölürük molların cəminə. Molların cəmi nə qədər oldu? 3 minus 2x plus 2 minus x plus 2x. Molların cəmini də yazdıq. Qaldı bu tənliyi hesablamaq. Deməli, bu 2x burada var, 2x də burada var. Bunlar ixtisar getdilər. Biri mənfidir, biri müsbətdir. 2x-ləri buradan aparsaq. Aşağıda qaldı 3, bu da 2, yəni 5, çıx x. Onu vurmalıyım 38,5-ə. Gəlin, belə eləyək. Hesablayıcı ilə yazaq, iş asanlaşsın. Deməli, 38,5, 38,5-i vurmalıyıq 3 dənə 2-nin cəmi 5-ə. Vurulsun 5. Eləyir 192,5. Demək, 38,5-i vurdum 3 dənə 2-nin cəminə 192,5 minus, burada x var, vuranda 38,5 olacaq, elə 38,5x bərabərdir. Yuxarını hesablayaq. 3-ü vururam 30-a, eləyəcək 90, çıx. 2x 30-a vuranda 60x üstə gəlinsin. 2-ni vurdum 32-yə, 64, çıx. 32x üstə gəlinsin. 2x vuranda 46 eləyəcək 92x. Burada mənfi 60x var, bir də mənfi 32x var. Bunlar edir mənfi 92x. Burada var müsbət 92x. Deməli, bunlar hamısı getdilər. Qaldı bizdə 38,5x. Sağa keçəndə müsbət olacaq. 38,5x bərabərdir. 192,5-dən 90 çıxmalıyıq. Çıxılsın. Yox, 90 deyil, bağışlayın. 90 burada var.
64 də burada var. Deməli, yazmalıyıq onda 192,5 çıxılsın. 90 ilə 64-ün cəmi neçə eləyəcək? 90 üstünə 10 gələndə 100, 150. Dəqiq hesablayaq, sonra qarışıqlıq olmasın. Deməli, 90 üstə gəlinsin 64. 154 elədi. 154. Onda sonda yazırıq 19 tam. 19 yox. 38 tam. Onda 5x bərabərdir. 192 tam onda 5-dən çıxanda 154-dür. Qalır 38 tam onda 5. Və x burada nəyə bərabər olur? 1-ə bərabər olur. X-in 1 olduğunu tapdıq. Bax, burada yazıram. X bərabərdir 1. Görürsünüz, yuxarıda yazdım. X oldu 1. Yadımızda qalsın. Buradakı aşağıların hamısını silirəm. Yer açılsın növbəti hesablamalar üçün. X-i 1 tapandan sonra gətirib yerinə yazsaq, deməli, bax, bir də təni yazıram. 2NO üstə gəlinsin O2. Tarazlıqda əmələ gəldi 2NO2. NO2-nin tarazlığı 2x idi. X-i tapmışam 1. Onda cavab olacaq burada 2. Oksigenin tarazlığı qatılığı 2 minus x idi. X-də 1 tapmışam. 2-dən 1 çıxanda qalacaq 1. NO-nun tarazlığı qatılığı 3 çıx 2x-dir. Yəni 1-i gətirib burada yerinə yazsam, 3 çıxılsın 2 deməkdir. O da qalacaq burada 1. Bunları tapdıq. Bizə deyir ki, reaksiya gedən qabın həcmini hesablayın. Taraza sabiti də burada 1,6 verilmişdi. Reaksiya gedən qabın həcmini tapın deyəndə, birincisi 1,6-nı yazıram kəsirlə 10-da 16 kimi. Demək, kəsirlə yazaq. 10-da 16 ilə 1,6 deməkdir. Bərabərdir, kəsir xətdir. Qabın həcmini tap deyirsə, demək, bu molları V-yə bölmüş halda yazmalıyıq. Yuxarıda olacaq 2 bölünsün V, vurulsun 2 bölünsün V, çünki əmsalında 2 var. Aşağıda olacaq 1 bölünsün V, vurulsun 1 bölünsün V, yenə vurulsun oksigen 1 bölünsün V. NO-nun əmsalı 2 var da, onu 1 bölünsün V 2 dəfə yazdım. İxtisar aparsaq bunları, aşağını silim, bizə lazım deyil idi. V-nin biri bu V ilə gedər, bu V-nin biri də bu V ilə ixtisar getsə, yuxarıda qaldı 4, aşağıdakı V də yuxarı qalxanda olacaq 4V bölünsün 1. Sonra bu 4 ilə də 16-nı ixtisar aparsın, burada qalsa 4, onda 4 bölünsün 10 bərabərdir V-dirsə, onda V neçə eləyəcək? 0,4. Yəni 4-ü ona böləndə 0,4. Demək, qabın həcmi 0,4 litr imiş. Deməli, növbəti misal səhifə 111-də 27-ci testdir. Deməli, 111-də 27. Demək, qrafik verilib. Qrafik əsasən 1 litr olan qabda, həcmi 1 litr olan qabda ammoniakın parçalanma tənliyi verilib. Sonra bunu yuxarıdan yazım, yer çatmayacaq sonra. Deməli, 111-də 27. Ammoniakın parçalanma tənliyini yazdım. NH3 2 mol. Parçalanıb tarazlıqda olan reaksiyadır. N2 üstə gəlinsin 3H2. KT-ni də 3 veriblər. KT də bərabər 3-ə. Qrafikdə nə görsənir? Qrafikdən görsənir ki, məsələn, ammoniakın başlanğıc miqdarı nə qədər imişsə, parçalanıb, amma sıfıra düşməyib. Hidrogen isə artıb, ammoniakın başlanğıc qatılığı qədər olub, ya da başlanğıc molu qədər olub. Burada V həcm 1-dirsə elə, molla qatılıq yenə 2 olacaq. Deməli, hidrogen əmələ gəlib ammoniakın başlanğıc qatılığı qədər. Ya qrafikdə bunu görə bilirsiniz. Onda gəlin bu başlanğıc qatılığa bir dənə A deyək. Ammoniakın başlanğıcı A olsun. Yazın buradan başlanğıc qatılıq ammoniaka bir dənə dedim A mol. V1-dirsə mol kimi ifadə eləyək. İşlər asan olsun.
Və hidrogen nə qədər əmələ gəlib? Hidrogen də elə A əmələ gəlib. Onda yazıram hidrogen üzərindən A mol. Əmsallarını yazsam, 3 mol hidrogen var, 1 mol azot var, 2 mol da amonyak var. Qrafikdə reaksiyadan görsənir ki, 3 mol hidrogen yarananda 1 mol azot yaranıbsa, A mol hidrogen yarananda A bölünsün 3 azot yaranacaq. Yəni 3 dəfə az. Səliqə ilə yazaq, deməli, A bölünsün 3 azot əmələ gələcək. Sonra 3 mol hidrogen əmələ gələndə 2 mol azot amonyak parçalanıbsa, bax 3-dən 2 amonyak parçalanıbsa, A-nın da yaranmasına A vurulsun 2 bölünsün 3. A vurulsun 2, yəni 2A bölünsün 3. Amonyak sərf olacaq. Demək, 2A bölünsün 3 amonyakın sərf olanıdır. A bölünsün 3 azotun tarazlığıdır. A'dakı hidrogenin tarazlığıdır. Azotun da başlanğıcı A idi. Azotun başlanğıcı A'dan A sərf olan 2A çıx, 2A bölü 3'ü çıxsam, nə qalar burada? A-nı yazaram 3A bölünsün 3 kimi, çıxaram 2A bölünsün 3'ü, qalacaq elə A bölünsün 3. Bu da oldu amonyakın tarazlıq qatılığı. Bu hissəni silirəm, bax buradan, bunlar hamısını sildim. Amonyakın tarazlıq qatılığına yazıram A bölünsün 3. Şərtdə bizə nə deyir? Deməli, tarazlıq anında qabda olan qaz qarışığında hidrogenin mol payını tapın. Bax, tarazlıq anında qabda olan qaz qarışığında hidrogenin mol payını tapırıqsa, bizə əvvəldən KT verilmişdi 3. Biz KT-dən istifadə etmirik. KT yox imiş əlbəttə burada. Bunları da buradan sildim. Tarazlıq anında qabda ümumi mol nəyə bərabərdir? Ümumi mol nəyə bərabərdir? Deməli, A bölünsün 3 amonyak var. A bölünsün 3 azot var. A molda hidrogen var. Bunları topladım hamısını. Nəyə bərabər olar bunlar? Deməli, bu hissənin ortaq məxrəci ilə 3 olduğuna görə yuxarıda olacaq 2A. Bir də üstə gəlinsin A. 2A böl 3'ü saxladım yerində. A-nı da yazıram 3A bölünsün 3 kimi. Toplamaq asan olsun. Deməli, məxrəcdə ilə 3 qalacaq. 2A ilə 3A toplayanda eləcək 5A. Deməli, ümumi mol, bax tapdım. Ümumi mol nə qədər oldu? Yazıram buradan 5A bölünsün 3. Ümumi moldu. Bunun içərisində hidrogenin mol nə qədərdir? A. Bax, yuxarıda göstərmişdim. Hidrogen burada A moldu. Qeyd edeyim. Baxın, A molda hidrogen var idi. Bizə deyir ki, bu qarışıqda hidrogenin mol payını tapın. Hidrogenin mol payını tapmasını etməliyəm. Hidrogenin molu A-nı bölməliyəm ümumi mola. Yəni 5A bölünsün 3'ə vurmalıyam 100%. 5A bölünsün 3'ə əksir kimi yazsam, olacaq A vurulsun 3 bölünsün 5A vurulsun 100%. A'lar ixtisar gedəcək. 5'də 3'ü də 100'ə vuranda edəcək 60%. Deməli, qaz qarışığında hidrogenin mol payı 60% imiş. Bu da C variantı edəcək. Heç KT-dən də istifadə etmədik. Olur C. Növbəti misal səhifə 120-də 38-dir. 120-də 38. Bir litrlik qabda bu işimizi asanlaşdırdı. Elə molu seçimi ifadə edərik. X mol CO ilə Y mol oksigenlə ibarət qarışıqdır. Arasında reaksiya baş verir. Demək, CO üstə gəlinsin oksigen. Əmələ gəlir CO2. 2 mol, bu da 2 mol. Demək, başlanğıc qarışıqlar nə qədər imiş? Başlanğıc qatılıq yazdım. Elə X CO imiş, Y də oksigen imiş. Bəs bunların sərf olanları nə qədərdir? CO-nun sərf olanı yenə 2 moldur. Oksigenin sərf olanı 1 moldur. CO2-nin də əmələ gələni 2 moldur. Və dediyimiz ki, bunlar da biz nitaq X-dən yazmayaq. A ilə ifadə edək. Üçün yuxarıda X var. 2A, 1A və 2A nisbətində gedən və alınan maddələrin miqdarları. Tarazlıq halında
Demək, tarazlıq halına qədər nə baş verir? Tarazlıq halına qədər CO reaksiya gedir. CO-nun başlanğıcı X idi, gedir 2A-sı. Bu oldu tarazlıq halı, yəni tarazlıq qatılığı CO-nun. Y-in tarazlıq qatılığı, daha doğrusu oksigenin tarazlıq qatılığı nə qədər olacaq? Y minus A. Çünki ondan 1 mol reaksiya gedib. CO2-nin də tarazlığı ilə əmələ gəldiyi miqdarıdır, yəni 2A-dır. Tarazlıq halında bütün maddələrin qatılığı bərabər olur. KT-nə 0,5 veriblər. Tarazlıq halında bütün maddələrin qatılığı bərabər o deməkdir ki, bunlar hamısı bir-birinə bərabərdir. Bax, bərabər qoydum aralarına. Yəni, yazıram X minus 2A bərabərdir Y minus A-ya. Ya da ki, Y minus A bərabərdir 2A-ya. Hamısı bir-birinə bərabərdir bunlar. Ya da ki, yazıram buradan X minus 2A bərabərdir 2A-ya. Baxın, necə nə etdim deməli. Artıq şeyləri buradan silim, qaranlıq qatışıqlıq yaratmasın. Deməli, CO-nun tarazlıq qatılığı X minus 2A idi. X minus 2A-nı bərabərləşdirdim Y minus A-ya. Sonra Y minus A-nı bərabərləşdirdim 2A-ya. Aşağıda ikinci, birinci belə yazdım, sonra ikinci, sonra da 3-də X minus 2A-nı da 2A-ya bərabərləşdirdim, axırda yazdım. Bizə deyir ki, X-in Y-ə nisbətini tapın. Məsələn, tutaq ki, ən sonunda da X nəyə bərabər olacaq? 4A-ya. İkincidə Y nəyə bərabər olacaq? 3A-ya. Heç birincə baxmağa ehtiyac qalmadı. Bizə deyir ki, X-in Y-ə nisbətini tapın. X 4A-dır, Y də 3A-dır. Yəni, 4A-nı bölməlisən 3A-yı. Bu deyiləcək ilə 4-ün 3-ə nisbəti. Yenə KT-dən istifadə eləmədən məsələnin cavabını tapdıq. Nisbət 4-ün 3-ə olacaq, yəni D variantı. Növbəti misalımız, deməli, səhifə 127-də 29-cu test. 127-də 29. H-xlorun parçalanma tənliyi verilib. 2 mol H-xlor. Yazdı buradan. 2 mol H-xlor parçalanıb əmələ gəlib H2 üstə gəlinsin xlor 2. Və qrafikdə maddələrin tarazlıq qatılıqlarının, daha doğrusu maddələrin qatılıqlarının dəyişilməsi verilib. Tarazlıq halı da var, dəyişənlər də var. Nə deyir aşağıda? Ta1 anında tarazlıq pozulub, Ta2 anında tarazlıq yeridən yaranıb. Ta1 anında H2 ilə xlor 2 nəyə bərabər? 0,2-yə bərabər idi. Bəs H-xlor nəyə bərabər idi? 0,8-ə. Sonra tarazlıq pozulub. Yəni, ona H-xlor əlavə ediblər, artıb, sonra isə azalıb. Yəni, biz Ta1 anındakı tarazlığı tapaq. Ta1 anı üçün tarazlığı tapsaq, tarazı sabitini tapsaq, deməli, H nə qədər verilib burada qrafikdə? 0,2. Xlor da verilib 0,2. H-xlor isə tarazlığı verilib 0,8. Deməli, Ta1 üçün, Ta1 yazaq, Ta1 üçün K nəyə bərabərdir? Kəsik xətti çəkdik. Sağda demək var 0,2 vurulsun 0,2. Aşağıda var 0,8-in kvadratı, yəni 0,8 vurulsun 0,8. Bərabər vergülləri hamısından atsaq, yuxarıda eləcək 2-nin 4, aşağıda eləcək 64. Bu da eləcək 16-da 1. Demək, K-nı tapdıq Ta1 anında. Sonra nə baş verir? Ta2 anındakı tarazlıq əmələ gəlir. Ta2 anındakı tarazlıqda, bax burada, lazımsızları silim, yaxşı bunları silirəm. Ta2 anında H-dan xlor nə qədər olub? 0,6. İkinci reaksiyanı yazıram. Deməli, Ta2 üçün olanı biraz aşağıdan yazım. 2 mol H-xlor parçalanıb H2 üstə gəlinsin xlor 2. Deməli, Ta1-dən Ta2-yə keçəndə H-xlor çoxalıb, deməli, H-xlor əlavə olunubsa, reaksiya ilə sağa gedəcək. H2 ilə xlor 2 artıb olur 0,6. Yazıram H2-nin üzərindən 0,6, xlorun üzərindən 0,6. Amma H-xlor olub burada N. Tarazlıq qatılıq yazıram üstündən bir dənə N.
İndi bu reaksiyanın KT-sini olsa bilirik. Taraza sabiti qatılıqdan asılı deyil. Elə 16'da 1 olaraq qalıb. Kəsr xətti çəkdim. 16'da 1 bərabərdir. Sağda olacaq yenə 0,6 vurulsun 0,6. Aşağıda olacaq n kvadrat. Belə. Necə yaza bilərik bunu? Bərabərdir. 0,6 vur 0,6'nı yaza bilərəm. 0,6'nın kvadratı. 0,6'nın kvadratı. Aşağıda da n kvadrat var. Soldakı 16'da 1'i də silərəm. Yazaram 4'də 1'in kvadratı. 4'də 1'in kvadratı. Və kvadratları yenə də hamısından atsam, atdıq kvadratları. N'ni taparam. N bərabər olacaq 4 vurulsun 0,6. Yəni 2,4. N'ni tapdıq. Biz amma deyil, M ilə N'in cəmini tapın. Bu N H-xlorun tarazlıqda olan molu ya da qatılığı. H-xlorun tarazlıqda olan qatılığı. Amma M N'dən də yuxarıdadır. Deməli, M-dən N-ə düşəndə H-xlor sərf olub, nə qədərsə, həmin o sərf olma nəticəsində H-dan xlorun qatılığı artıb 0,2-dən 0,6-ya. İndi H-xlor 0,2-dən 0,6-ya artanda nə qədər artıblar hər biri? Onlardan istifadə edəcəksiniz. Bunlar hamısı buradan sildim. M-i tapmaq üçün nə edirik? H-xlorun sərf başlanğıc qatılığını, daha doğrusu M o deməkdir. H2 əvvəl 0,2 idi, oldu 0,6. Nə qədər artdı? 0,4 artdı. Xlor da həmin qədər artdı. Əgər H-dan xlor artıbsa, onda H-xlor nə etməlidir? Reaksiya daxil olmalıdır. Nə qədər reaksiya daxil olacaqlar bunlar? 1 mol H, 1 mol xlor varsa, H-xlor da 2-dirsə, baxın, 1'ə 2 gedərsə, onda 0,4 nə qədər gedər? 0,8 gedər. Bu 0,8 H-xlorun sərf olanıdır. 0,4 isə, daha doğrusu 2,4 isə, bax burada tapdığımız 2,4 isə H-xlorun tarazlığıdır. M isə onun başlanğıcıdır. M nə deməkdir onda? Başlanğıc bərabər deyil idi. Sərf olan üstəgəl tarazlıq. Onda bu da bərabərdir. M-in tapmaq üçün sərf olanımız 0,8, tarazlığımız 2,4, bunların cəmi eləyəcək 3,2. Deməli, M də oldu 3,2. Başlanğıcı. M ilə N'in cəmini axtarırdıqsa, yazaq onda 3,2 M, üstə gəlsin 2,4 M, bu da eləyəcək 5,6. Yəni, B variantı. Növbəti misalımız səhifə 128-də 5. 128-də 5-ci sual. Həcmi 2 litr olan qabda, yadımızda qalsın, V2-dir. 6 mol A2, 12 mol B maddələri reaksiya daxil olub. Reaksiyada belə verilib. A2 üstə gəlinsin 2B, tarazlıqda əmələ gəlib 2AB. Deməli, A-nın başlanğıcı yazıram. Başlanğıc molu yazdım. A-nın başlanğıcı 6 imiş, 12 də B imiş. Reaksiya girən miqdarlar nə qədərdir? 1 mol A reaksiya gedir, 2 mol B gedir, 2 mol da AB əmələ gəlir. Tarazlıq anında, deməli, tarazlıq anına qədər AB sərf olacaq. Amma AB əmələ gələcək. A ilə B sərf olacaq, AB isə əmələ gələcək. A ilə B nə qədər sərf olacaq? 1x A2 sərf olacaq, 2x B sərf olacaq, 2x da AB əmələ gələcək. Deməli, tarazlıq anında, tarazlıq molun yazıram. 6-dan x reaksiya gedəcəksə, yerdə qalacaq onda A-dan nə qədər? 6 çıx x. B-dən nə qədər qalacaq? 12 çıx 2x reaksiya gedib. Bəs AB nə qədər olacaq? Elə əmələ gəldiyi qədər, yəni 2x. Bunların hamısının cəmi 14-ə bərabərdir. Bax, bunları toplayıram, bərabərləşdirirəm 14-ə. Yazıram aşağıdan deməli, 6 minus x plus 12 çıx 2x üstə gəlinsin 2x bərabər oldu 14 mol. Deməli, 2x-dən 2x getdi ixtisar. Təkcə qaldı x bərabərdir. İndi mənfi keçdim sağ tərəfə. 6 ilə 12-dir 18, 14-dən çıxana qalacaq 4.
18 çıx 4 qalır 4. 14 daha doğrusu. Demək 6 ilə 2 18, bu da 4 qaldı 4. X 4-dürsə, gətirək bunlar bir-bir yerinə yazaq. Demək ikinci reaksiyanı buradan yazım yenidən, bax belə qalsın. Deməli A2 üstə gəlinsin 2B tarazlıqda olub 2AB. Deməli, belə göstərək. AB-nin tarazlığı 2X-dir. X-da 4 tapmışamsa, 2-ni buradan da 4 olacaq 8. Bu hələ ki moldur, yadımızda qalsın. O A maddəsi, A2 maddəsi 6 çıx X idi. X-i 4 tapmışamsa, 6-dan 4 çıxanda qalır burada 2. B-də ki 12 çıx 2X-dir. X-i yerə 4 qoyanda 8, 12-dən 4 çıxanda qalır, 12-dən 8 çıxanda qalır 4. Bunlar hamısı oldu maddələrin molları. Qabın həcmi nə qədər idi əvvəldən demişlər bizə? V2 idi. V2 olduğuna görə, onda bu 8 mol yox olacaq qatılığı 2-yə böləndə 4. Sonra bu 4 olmayacaq, olacaq 4 bölü 2, yəni 2. A maddəsi də 2 olmayacaq, 2-ni 2-yə böləndə olacaq 1. Və bu reaksiyanın tarazlıq sabitini hesablamalıyıq. Tarazlıq sabitdə K bərabərdir. Sağda var 4-ün kvadratı. 2 var əmsalında. Solda var 1 vurulsun 2-nin kvadratı. 4-ün kvadratı 16. 4-ə böləndə eləyəcək 4. Yəni C variantı. Növbəti misal səhifə 132-də 7-ci misal. Demək, səhifə 132-də 7. Ammoniakın alınma reaksiyası verilib. Deməli, N2 üstə gəlinsin 3H2 tarazlıqda əmələ gəlib 2NH3. Reaksiyası üçün qabın həcmi 1-dir. Yəni, V-nin 1 olması işimizi sadələşdirdiyinə də tarazlıq anında qabda 9 mol qaz olub. İlkin qatılıqları, bax yazılıb burada. Azotun ilkin qatılığı, yəni başlanğıc qatılığı. Azotun başlanğıc qatılığı 5 verilib. Hidrogen 4 verilib. Ammoniakın da başlanğıc qatılığı 2 verilib. Tarazlıq anında nə baş verəcək? Yəni tarazlıq yaranana qədər azotdan 1 mol, hidrogendən 3 mol, ammoniakdan da 2 mol. Nisbətlərini göstərsək, deməli, azot X reaksiyada daxil olacaq. Tarazlıq qatılığı nə qədər olacaq? 5 var idi, X-i getdi. Hidrogenin 4-ü başlanğıc var idi, 3X-i getdi. Ammoniakın 2-si var idi, 2X-i də əmələ gəldi. Bax, tarazlıq anında bu molların cəmi nə qədər eləməlidir? Hamısı birlikdə 9 eləməlidir. Yazaq onda 5 minus X üstə gəlinsin 4 minus 3X üstə gəlinsin 2 üstə gəl 2X bərabər olsun 9. Deməli, bax, tərsəb dediyim, azotun hidrogenin başlanğıcı 5-dən 4 idi. 5-dən X getdi, hidrogendən 3X getdi. Ammoniak əvvəldən var idi 2. 2X əmələ gəlir reaksiyadan. Olur 2 üstə gəl 2X. Cəmi eləmədə 9. Demək, bu 5-dən 4-ün cəmi 9 eləyirsə, bu da 9-sa bunlar ixtisar getdilər. Mənfi X-dan mənfi 3X edir, mənfi 4X. Burada var müsbət 2X. Burada qalacaq 2X bərabərdir 2-yə. X da olacaq 1. X-i 1 tapdıqsa, gətirək həmin o qiymətlər yerinə yazaq, maddələrin tarazlıq qatılığını düzəldək. Demək, X tapdım 1. X-i 1 tapdım, gətirib də burada yerinə yazacağım. Sonra gətirib burada yerinə yazacağım. Bir də gətirib, bax, burada yerinə yazacağım. 5 çıx X, yəni 5 çıxılsın 1. Neçə qalacaq 5 çıx X? 4 qalacaq. Demək, azotun tarazlığı oldu 4. Sonra 4 çıx 3X. X-in yerinə 1 qoyanda olacaq 3. 4-dən 3 çıxanda qalacaq 1. Hidrogenin tarazlığı oldu 1. Ammoniak isə
2 üstəgəl 2x. X-in yerinə 1 qoyanda 2 olacaq. 2-nin üstünə 2 gəlində 4 eləyəcək. Yazıb onun üzərinə 4. Artıq şeyləri sildik. V də 1 idi. Onun işimiz olmayacaq. Tarazılıq sabitini tapın deyirsə, onda K bərabərdir. Neçəyə? 4-ün kvadrat əmsalında 2 var idi. Bölünsün azot 4, hidrogen ilə 1. 1-in kubu ilə 1 eləyir. 16-nı 4-ə bölündə cavab eləyəcək 4. Açıq testi 4 olacaq. Növbəti misalımız səhifəsinə baxaq. Səhifə 132-də nömrə 2. 132-də nömrə 2. Reaksiya verilib yəndə 2x plus y əmələ gəlib tarazılıqda 2 mol z. Hamısı da qazandı maddələrdir. 1 litrli qabda V də 1 litrdir. Qabda 2 mol x, 1 mol y, 4 mol z qazları tarazılıqdadır. Yəni bu onların tarazlı qatılıqlarıdır. Mol olduğuna görə V də 1-dir. Olur tarazlı qatılığı yəndə. Deməli 2 mol x var, 1 mol y var, 4 mol da z var. Buradan KT-ni tapmaq olacaq. Çünki bu qiymətlər hamısı tarazlıq qatılıqlarının qiymətidir. Yəni K-nı tapsam tarazlıq sabitini olacaq 4-ün kvadratı, yəni 16 böl 2-nin kvadratı 4 vurulsun 1, yəni 4. İstəyirsin mən açıq aydın yazam, birdən qaranlıq qalar. Deməli sağdakı z-in kvadratı 4 üstü 2 yazdıq. Aşağıda olacaq x-in kvadratı 2-nin üstü 2. Əmsalların yazıram da qarşısındakilərin üstündə, qüvvətində. Bu da 1 vur. Burasının 1-in üstülə 1 eləyəcək. 4 kvadrat 16 böl 4 eləyəcək 4. Demək, KT 4 imiş. Bu reaksiyanın KT-sin 4 olduğunu tapdım. Yazıram K da bərabər 4-ə. Bu hissələri buradan silək. Deyir ki, qabın həcmini neçə litrə dəyişsək, yeni tarazlıqda qabda 2 mol y olar. Qabın həcmini dəyişir deyirsən də belə çıxır ki, V-yə yazdım buradan bir dənə x. Vx yadımızda qalsın. Yeni tarazlıqda qabda y2 olsun. Y 1 moldur. 2 olması üçün bu 1 mol artmalıdır. 1 mol artmaq o deməkdir ki, reaksiya hara getməlidir? Sola getməlidir. Tarazlıq sola yönəlməlidir. İndi reaksiyada y1 moldur, z 2 mol və əmsallar, x də 2 moldursa, y 1 mol artacaqsa, onda x 2 mol artacaq, çünki əmsalı 2-dir. Z isə 2 mol azalacaq, 4 çıx 2 olacaq. Çünki 2 mol reaksiya gedir. Məncə başa düşdük. Demək, y-in 1 mol artması tarazlığın sola yönəlməsi deməkdir. Y 1 mol artanda x 2 mol artmalıdır. Ona görə 2 üstəgəl 2x yazdım, 1 üstəgəl 1 y yazdım. Y-in 1 mol yaranmasına z-in 2 mol sərf olursa, demək 4-dən də 2 çıxmalıyam. Bu tarazlıqda nə qaldı burada? X oldu, 2 üstəgəl 2, 4. Y oldu, 1 üstəgəl 1, yəni 2. Z oldu, 4 çıx 2, yəni 2. Bunlar hamısı moldular. Elə? Mol, bir də oldu mol. Qabın həcmini axtarırıq. KT-ni də 4 tapmışdıq. Qabın həcmini tap misallarında nə yazırdıq? Molları V-yə bölmüş halda yazırdıq. Demək, 4 bərabərdir. Həmin tarazı sabit qalıb yerində. Sağdakı, yəni Z. 2 bölünsün x. Yəni 2 bölünsün V yaza bilərik. 2 bölünsün V. Kvadratı varsa yazırım onu. 2 bölünsün V. 2 dəfə yazdım. Aşağıda olacaq x üçün 4 bölünsün V. Əmsalı 2 olduğuna görə 2 dəfə yazdım. 4 bölünsün V vurulsun. Bir də vurulsun y üçün 2 bölünsün V. Y-in molu 2-dir. Bölünsün V kimi yazdı. Qabın həcmini tapanda. Belə. Onda bu 2 bölünsün V-lər burada ixtisar gedərlər. V-nin də biri burada ixtisar gedər. Bu bərabər olacaq nəyə? 2 qaldı yerində. 4 4-ün 16 bölünsün V. O da qalxdı yuxarıya.
Yəni 2V bərabər 4 vurulsun 16. Bax 4'ü vurdum 16'ya. Bu deyəcək 64. 2V 64'də bərabərdirsə V də olacaq 32. Demək qabın həcmini 32 litrə qədər artırmaq lazımdır ki, deyilən şərt ödənsin. Cavab olur 32. Nömrə 10, deməli test neçə səhifə neçədir? 133. 133'də 10-cu sual. Reaksiya verilib, deməli A üstə gəlinsin B, tarazlıqda əmələ gəlib C üstə gəlinsin D. Hamısı əmsalları 1-dir, hamısı da qaz aralığındadır. Və tarazlıq sabitin 9 ilə göstəriblər. V də 1 litrdir, lap yaxşı. Tarazlıq anında, yazıram bax buradan, tarazlıq qatılıqları. Nə qədər imiş maddələr? Tarazlıq anında qabda müəyyən miqdar A var imiş. A-nın bilməyinə qədər yazıram bura X. 3 mol B var imiş. Demək A X-dir. B də oldu 3. 27 mol C var imiş. 27. 3 mol da D var imiş. Bu da 3. Tarazlıq qatılıqları verilib. Bir dənə X-in A-nın tarazlıq qatılığı yoxdur. Amma K-mız var deyə buradan A-nı tapa bilərik. Yazırıq onu 9 bərabər, yəni KT-nin qiyməti bərabərdir. Sağdakılar, yəni 27 vurulsun 3. Əmsallar yoxdur. Aşağıda olacaq X vurulsun 3. 3'lər ixtisar getsə, 9 bərabər 27 bölünsün X-dirsə, X deyiləcək ilə 3. X 3-dirsə, onda belə çıxır ki, tarazlıq anında bu A maddəsi də 3 imiş. Yazdım, bax burada 3. A-nın neçə olduğunu tapdım. Bunları buradan silirəm. Nə deyir bizə? Bu qaba sabit temperaturda 24 mol D qazı əlavə edilir. İkinci reaksiyanı bir dəfə də yazaq. Daha da təkrar bir dəfə də yazaram reaksiyanı. A üstə gəlinsin B. Nə əmələ gələcək? C üstə gəlinsin D. Sabit temperaturda 24 mol D qazı əlavə edilir. D qazı nə qədər idi başda tarazlıqda əvvəl? 3 idi. 24 əlavə elədə bu oldu 27. Aha. Sistem yenidən tarazlıq halına gəlir. Son tarazlıq anında qabda neçə mol D olar? Deməli, bu 1 mol reaksiya gedib, C 1 mol reaksiya daxil əmələ gəlib, A ilə D 1 mol reaksiya daxil olub. A 3 idi, B də 3 idi, C də 27 idi. Biz də burada D əlavə elədik, nə qədər? 24 mol əlavə elədik. D-nin miqdarını artırmışıqsa, tarazlıq hansı tərəfə yönəlməlidir? Sol tərəfə. Tarazlıq sol tərəfə yönələndə D-dən 1 mol, yəni 1x reaksiya gələcək, C-dən də 1x reaksiya gələcək, A-dan da B-dən də 1x əmələ gələcək. Sistem yenidən tarazlıq halına gəlir. Son tarazlıqda qabda neçə mol D olacaq? İndi A ilə B x yaranacaqsa yazıram bura 3 plus x, A-nın tarazlığı, tarazlıq qatılıq yazıram buradan. B də olacaq 3 plus x artacaq. C-dən amma x reaksiya gələcək, olacaq 27 çıx x. Elə D-dən də x reaksiya gələcək, olacaq 27 çıxılsın x. KT-nin də 9 olduğunu bilirsə, yazırıq 9 bərabərdir. Sağda 27 çıx x-dən 2 dənə varsa, olacaq 27 çıx x-in kvadratı. Solda 3 plus x-dən 2 dənə var deyə, olacaq 3 plus x-in kvadratı. 9'a bərabərdir. 9'u da yazıram 3'ün kvadratı kimi. 3'ün kvadratı və kvadratların hamısını buradan atırıq. Qaldı tənliyi həll eləmək. Demək 3'ü 27 çıx x olacaq buradan. 27 çıx x bərabərdir. 3'ü 3'ə vuranda 9, üstə gəlinsin 3x. X-dən 3x eləyəcək 4x bərabərdir. 9 27'dən 9 neçə qalacaq? 18. Düz yazdı, yəqin 18. X də bərabərdir 4 tam onda 5. Doğru. X-i 4 tam onda 5 tapdıq. Bizdən soruşurdu ki, son tarazlıqda qabda neçə mol D olacaq? Baxın D-yə. D-ni bax burada göstərirəm. D nə qədərdir burada tarazlıq qatılığı? 27 çıx x-dir.
Demək, D-nin tarazlığı 27 çıx x-dırsa, x-i tapmışam 4,5. Qətib yerinə yazıram buradan. Onda 27-dən çıxacam 4,5-i. 0 qoydum yanına. Burada qalacaq 5. 7-dən birini götürmüşdüm. Qaldı burada 6. 26-dan 4 çıxanda olacaq onda 22. Yəni D-nin növbəti tarazıda qatılığı molu ya da 22,5-ə bərabər olacaq. Bu da növbəti 10-cu sualımız. Cəmi ümumilikdə 30 tarazlıq sabitinə bağlı məsələ izah elədim. Məncə yerdə qalan tarazlıq məsələləri də varsa, bu izahlara baxandan sonra onları da rahatçılıqla həll edə bilərsiniz. Hər birinizə imtahanlarda uğurlar arzu edirəm.